Günümüzdə yayılmış bəlalardan biri də bu şarlatanlara, sehirbazlara, falçılara inanmaqdır. Vallahi bunlar hamısı yəni İslam dininə zidd olan və böyük günah olan əməllərdəndir. Evlənmək istəyirsənsə Allaha dua elə. Ruzuvun genişlənməsini istəyirsənsə Allaha dua elə. İşlərin asanlaşdırılmasını istəyirsənsə Allaha dua elə. O şeytanların yanına getmə. Böyük günahdır. Falçının yanına getmək, onun dediyini təsdiqləmək, İslam dinini inkar eləməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Mən ətə arrafən fəsələhu an şeyin fəsaddaqahu bimə yəqul fəqad kəfərə bimə unzilə alə Muhammedin sallallahu aleyhi və səlləm. Kim bir sehirbazın, kahinin, falçının yanına getsə, onunla bir məsələ haqqında soruşsa, o da ona cavab versə, verdiyi cavabı təsdiqləsə, artıq Muhammed sallallahu aleyhi və səlləmə enəni, yəni Quran-ı Kərimi inkar eləmiş olur. Yəni o adam şeytandır, o adam heç müsəlman da deyil, o adam falçıdır. Cinlərin və şeytanların əli ilə sənə hansısa xəbəri verirsə, o deməkdir ki, o düz deyir. Sən müsəlmansan, Allah səni müsəlman eləyib, Allah sənə düzgün etiqadı, əqidəni, özünü tanımağı nəsib eləyib, səni Rəbbin ruzulandıran, yardım eləyən, işləri asanlaşdıran, evliliyi nəsib eləyən, nəsili, zürriyyəti nəsib eləyəndir. Elə ondan istə o sənə bəs eləyər. Və falçının yanına getmək böyük günahdır.